Prezident İlham Əliyevlə Prezident Qasım-Comart Toqayev bu ay ərzində 3-cü dəfə görüşdü. 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının Qəbələ zirvəsində bir araya gəldilər. Oktyabrın 10-da iki ölkə prezidenti MDB dövlət başçılarının düşənbədə keçirilən sammiti çərçivəsində görüşdü və 3-cü görüş Astanada baş tutdu. İntensiv təmaslar Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyəsinin təzahürüdür. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri hava limanında şəxsən Prezident Toqayev tərəfindən qarşılanması, eləcə də görüşlər zamanı Azərbaycan liderinə görkəmli lider kimi müraciət etməsi də həm Azərbaycan liderinin nüfuzunu, həm də iki tərəfli münasibətləri özündə əks etdirən mənzərə idi. Prezidentlərin təkbətək görüşü zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsində iki ölkə liderinin siyasi iradəyə malik olduğu mesajı verildi. Toqayev bəyan etdi ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi, ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirə salınmaz və çox mühüm vəzifədir. Azərbaycan və Qazaxıstanın həm iki tərəfli, həm də regional müstəvidə yeni hədəfləri var. İki tərəfli münasibətlərdə əsas prioritetlərdən biri ticarət dövriyyəsinin tezliklə artırılması, eyni zamanda hərbi müstəvidə əməkdaşlığın gücləndirilməsidir. Regional müstəvidə Bakı və Astana orta dəhliz marşrutunun aktuallığını gücləndirməli, Avrasiyanın nəqliyyat şəbəkəsində önə çıxmalıdır. Prezidentlərin mətbuata birgə bəyanatından məlum oldu ki, səfər zamanı iki ölkə arasında əhəmiyyətli razılaşmalar əldə olunub. Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər işə düşəcəyi gözləntisindən danışdı və bunun orta dəhlizin ümumilikdə Avrasiyanın nəqliyyat şəbəkəsinin inkişafına mühüm töhfə verəcəyini qeyd etdi. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.